bugün Yahudi lobbilərin rəhbərləri görüşüb ölkə başçısı ilə. Sabah tarixdə ilk dəfə olaraq Amerikanın vitse-prezidenti Azərbaycana səfər edir. Eyni zamanda İranın generallarından biri, yəni əsas generallarından biri Azərbaycana səfər edir. Bu yandan da Netanyahu Trumpla görüş istəyir. Netanyahu'nun da belə başa düşmək olmaz. Bəlkə də olar. Ya Netanyahu həm istəyir ki, Amerika İranı belə deyək sıradan çıxarsın, amma həm də İrandan çəkinir. Bilirsiniz də Netanyahu Trump'ın dediyinə görə Trump özü demiş ki, mən vururdum, mən güya Trump köməyə gəlirdi oradakı müxalifətçilərə və Netanyahu xahiş elədi ki, yox, hələ gəlmə, İran bizi vurar. Bir tərəfdən Netanyahu da həmin belə deyək istəyir İranı likvidasiya eləsin Amerikanın əlindən, amma həm də qorxur, çəkinir ki, İran Amerikaya belə deyək, əli çatmasa da əlində altı olanda məsələ üçün bir də İsrailə ziyan vura bilər ən azından. Ona görə belə bir vəziyyət yaranıb ki, belə çox belə şahmatda olmuş, çox belə gedişatlı bir dövrdür. İsrail də bundan istifadə edir. İsrail ən belə deyək, özünü şıltaq evlad kimi aparır, güvənir Yahudi diasporasına, Amerikada, Yahudi lobbisinə və buna uyğun olan Amerikadan hər dəfə daha çox şey tələb edir. Biz belə Türkiyə təbii müttəfiq deyirik, biz belə Türkiyədən o qədər şey tələb eləmirik. Düz deyə bilərsiniz ki, Türkiyə Amerika kimi güclü dövlətdir, bəlkə Türkiyə Amerika kimi güclü olsa biz də özümüzə elə apararıq, amma düşünmürəm. Yəni çox belə şıltaq evlad kimi aparır. Elə Trump da indi hakimiyyətdədir, Yahudilərin dostudur, bəlkə Yahudidir özü də bilmək olmaz və buna olaraq da ən azı siyonistdir, bu dəqiqdir və buna uyğun olaraq İsrail indi maksimum Trump iqtidarından yararlanmaq istəyir, həm Qəzza problemini özünün xeyrinə həll etmək istəyir, həm də İran problemi. Niyə Amerikadan kömək istədi? Niyə dedi gətir gəmiləri raketdən vur günə? Yaxşı, niyə Trumpla görüş tələb edir? Niyə Trump oraya müxalifətçilərə kömək göndərəndə Netanyahu Trump'a xahiş edib ki, Trump bunu deyir. Yəni Trump'a da inanmayaq ki, sən gəlmə hələ kömək eləmə. Çünki İran bizə vura bilər, təhlükə var İrana. Əgər belədirsə, niyə hər dəfə Trumpla danışıqlar, Amerikaya səfərlər, Amerikadan tələblər, Amerikadan istəyirlər, sən tək bacarasan, buyur da, bu hodur meydan, bu get görə nə edə bilirsən? Qəzza zolağını bir Hamasa bacarmayan bir ölkədir İsrail, bunu unutmayaq. İrana nə edə bilər tək başına, heç nə edə bilməz. Ümumiyyətlə, Amerika dövləti regionda olmasa, İsrail adlı dövlət orada olmaz. Necə ki, Rusiya regionda olmasa, Ermənistan adlı dövlət regionda olmaz idi. Eynən də Amerika adlı dövlət olmasaydı və onun dəstəyi olmasaydı, İsrail adlı dövlət regionda olmaz idi. Osmanlının qalıqlarında qurulan dövlətlər də həm Ermənistan, həm İran Türk dünyasına, Ərəb dünyasının içinin daxilində bir dəhlizdir və o dəhlizdə bir xəncər kimi hələ də Türk dünyasını və Ərəb dünyasını qanatmaqdadır.